Təsəvvür edin ki, çox vacib bir görüşə gecikirsiniz və yaxud işdə bir səhv etmisiniz. Bu zaman daxili düşüncələriniz nələr olardı? Mən həmişə bu səhvi edirəm, mən məsuliyyətsiz insanam, onsuz da bu işi bacarmıram kimi düşüncələr mi ağlınızdan keçər? İndi eyni situasiyada bir yaxınınızın, sevdiyiniz bir insanın olduğunu düşünün. Ona yanaşmanız necə olar? Bu tərzdə düşüncələrmi ağlınızdan keçər? Bu tərzdəmi danışarsınız, yoxsa daha şəfqətli, dəstəkləyici mövqedə olarsınız? Bəzən təəssüflər olsun ki, insan digərlərinə yanaşdığı o şəfqətli, mərhəmətli nəzərlə üzünə yanaşa bilmir. Çətin anlarda, səhv etdiyi zaman özünə yanaşma əgər tənqidi mövqedirsə, daha çox yaralayıcı bir mövqedirsə, daxili səsdirsə, bu insanın inkişafına mane olan ən önəmli məsələlərdən biridir. Ona görə daxili səslərimizə nəzər yetirək. Əgər inkişaf etmək istəyiriksə, daxili nəzərimiz, özümüzə yanaşmamız şəfqətli və mərhəmətli olmasına da ehtiyac var.